Növbəti misal çəkəcəyimiz sahabə Əbul-Ə'var Səid ibn Zeyd ibn Amr radiyallahu anhudur. Bu sahabə də İslam dinini ilk əvvəl qəbul edənlərdən və cənnətlə müjdələnmiş 10 nəfərdən biridir. Səid radiyallahu anhu Ömər ibn Xattab radiyallahu anhun bacısı Fatimə radiyallahu anhın əri olmuşdur. Həm də Ömərin əmisi oğludur. Onun atası Zeyd ibn Amr hələ cahiliyyət dövründə tovhid üzərində olmuşdur. Rəvayət edilir ki, Səid ibn Zeyd radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və sələmə dedi: Ya Rasulullah, sən bilirsən ki, mənim atam bütlər üçün kəsilmiş ətdən yeməzdi. Və mən düşünürəm ki, əgər o bu günə qədər yaşasaydı, sənə iman gətirər və sənin gətirdiyin dinə tabi olardı. Elə isə, mən onun üçün Allahdan bağışlanma diləyə bilərəmmi? Peyğəmbər sallallahu aleyhi və sələm buyurdu: Bəli, onun üçün bağışlanma diləyə bilərsən. Qiyamət günü o, İbrahimin hənif dini üzərində həşr olunacaq. Həmçinin rəvayət edilir ki, Əsma bint Əbu Bakır radiyallahu anh demişdir: Mən Zeyd ibn Amr ibn Nufeylin Kəbənin qarşısında durub belə dediyini eşitmişəm: Ey Qureyşlilər, aranızda məndən başqa İbrahimin dinində olan bir kimsə yoxdur. Yenə bir hədisdə rəvayət edilir ki, Zeyd ibn Amr ibn Nufeyl cahiliyyət dövründə qız uşaqlarının diri-diri gömülməsinin qarşısını almaq üçün əlindən gələni edərdi. Ata öz körpə qızını öldürmək istədikdə Zeyd gəlib onu pulla alar və onu böyüdərdi. Həmçinin rəvayət edilir ki, Qureyşlər qoçu Allahdan qeyrisi üçün kəsdikdə Zeyd onlara etirazını bildirib deyərdi: Bu qoçu yaradan, ona göydən su endirən və onun üçün yerdən ot bitirən Allahdır. Belə olduğu halda siz onu Allahdan başqasının adı ilə kəsirsiniz. Peyğəmbər sallallahu aleyhi və səlləm həmin Zeyd barəsində demişdir: Mən cənnətə daxil oldum və orada Zeyd ibn Amr ibn Nufeylin 2 dərəcəsi olduğunu gördüm. Tovhid əhlindən olmuş bu adamın oğlu Səid ibn Zeyd radiyallahu anh İslam dinini ilk əvvəl qəbul etmiş sahabələrdəndir. Ömər ibn Xattab, Osman ibn Affan kimi sahabələr İslamı ondan sonra qəbul etmişlər. Bu sahabə ömrü boyu insanlara ancaq yaxşılıq etmiş, Allahdan qorxan bir kimsə olmuşdur. O daim kasıblara əl tutmuş və məzlumların tərəfini saxlamışdır. Lakin günlərin bir günü Allah onun özünü imtihana çəkir. Axırda da ona gözəl aqibət nəsib edir. Urva ibn Zübeyir rəvayət edir ki, Ərva bint Uveys adlı bir qadın Səid ibn Zeydə böhtan atdı. Səidin onun torpağının bir hissəsini zəbt etdiyini iddia etdi və bu məsələ ilə bağlı Mərvan ibn-ül Həkəmə şikayət etdi. Səid ibn Zeyd qadının iddiasını eşidəndə təəccüblə dedi: Əcəba, mən Rasulullah sallallahu aleyhi və səlləmin bu xüsusda nə buyurduğunu eşitdikdən sonra heç kiminsə torpağını zəbt edə bilərəmmi? Mərvan soruşdu: Rasulullah sallallahu aleyhi və səlləmdən nə eşitmirsən? Səid dedi: Mən Rasulullah sallallahu aleyhi və səlləmin belə buyurduğunu eşitmişəm: Kim başqasının torpağını haqsızcasına zəbt etsə, qiyamət günü torpağın 7 qatı onun boynuna keçər. Mərvan dedi: Bu sözdən sonra mən səndən dəlil, sübut tələb etməyəcəyəm. Subhanallah, sözün gücünə baxın. Xəlifəni onun əleyhinə qərar verməkdən vaz keçməyə vadar edir. Lakin qadın yenə öz yalan iddiasından əl çəkmədi. Elə dediyini deyirdi. Onda Səid ibn Zeyd əllərini qaldırıb dedi: Allahım, əgər bu qadın yalan danışırsa, onun gözlərini kör et və iddia etdiyi torpaqda onun canını al. Nəhayət, o qadının gözləri kör oldu
və elə həmin torpaqdakı dərin bir çuxura düşüb öldü. Allahu Akbar. Allah razı olsun o sahabədən. Yaxşı ki, bu hadisə baş vermiş və sahabə bu hədisi danışmışdır. İndi biz də bilirik ki, haqsızcasına başqasının torpağını zəbt edəni qiyamət günü nə gözləyir? Budur zülm etməyin aqibəti. Allah zalimları həm bu dünyada, həm də axirətdə cəzalandırır. Axirət cəzası isə daha şiddətli olacaq. Zalimların mütləq cəzalandırılacaqları barədə Uca Allah buyurur. وَلَا تَحْسَبَنَّ اللّٰهَ غَافِلًا أَمَّا يَعْمَلُ الظَّالِمُونَ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصَارِ Zalimların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır. O həmçinin buyurur. وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُو أَيْدِيهِمْ أَخْرِجُوا أَنفُسَكُمْ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللّٰهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ Zalimları ölüm girdabında olduqda mələklərin də əllərini uzadıb canınızı çıxarın. Allaha qarşı nahaq sözlər söylədiyinizə və onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız dediklərini birizə görəydin. O həmçinin buyurur. احشروا الذين ظلموا وأزواجهم وما كانوا يعبدون من دون الله فاهدوهم إلى صراط الجحيم Mələklərə belə əmr olunacaq. Zalimları, onların yoldaşlarını və Allahdan başqa ibadət etdikləri tanrıları bir yerə toplayın. Onları cəhənnəmin yoluna yönəldin. Yenə Allah Subhanahu taala bir ayədə buyurur. Mə liz-zaliminə min hamimin və la şəfiin yuta. O gün zalimların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar. O həmçinin buyurur. Və səyələmullezine zalemu əyyə munqalibin yanqalibun. Zalimlar qayıdacaqları yeri mütləq biləcəklər. Allah Subhanahu taala həmçinin buyurur. Thumma nunajjillezine ittaqav və nəzəru zalimin fiha cithiyyə. Sonra biz müttəqiləri oddan xilas edəcək, zalimləri isə orada diz üstə çökmüş halda tərk edəcək. O həmçinin buyurur. Ləhum min cəhənnəmə mihədun və min fəvqihim qavaş və kəzəlikə nəcziz zalimin. Onların cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalimları belə cəzalandırırıq. Bu sahabənin fəzilətinə dair rəvayət edilmiş hədisdə deyilir ki, bir gün Rasulullah sallallahu aleyhi ve sellem Əbu Bakır, Ömər, Osman, Əli, Talhə, Zubeyr, Səad ibn Əbi Vaqqas, Abdurrahman ibn Avf və Səid ibn Zeyd radiyallahu anhum Hira dağının üstündəykən dağ silkələndi və Rasulullah sallallahu aleyhi ve sellem buyurdu. Sakit ol ey Hira. Həqiqətən sənin üzərində bir peyğəmbər, bir siddiq və şəhidlər vardır.